Bildiyimiz kimi artıq bayramın son günlərini yaşayırıq. Ramazan bayramı artıq bitir. Əvvəla qeyd etmək istəyirəm ki, hər birinizin bayramını təbrik eləyirəm. Sizlərə uzun ömür, can sağlığı arzulayıram. Allah hər birinizin ibadətlərini qəbul etsin, tutduğunuz orucları qəbul etsin. Bu story niyə görə çəkirəm həm də onu da qeyd edeyim sizin üçün. Deməli, bildiyimiz kimi bu bayramda fitrə, yəni sədəqə vermək önəmlidir, mütləqdir və içimən qarışıq ətrafımdakı insanlar, bundan əlavə bilirəm ki, mütləq ki, aranızda həqiqətən də ehtiyacı olan insanlar, axtaranlar var. Onlara yardım etmək, əl tutmaq istəyən insanlar var. Bəzən həqiqətən də ehtiyacı olan insanlara tapmaq, onlara əl çatan etmək həqiqətən də çətin olur. Və mən sizə həqiqətən də güvəndiyim, inandığım, bələd olduğum, ehtiyacı olan insanları, yardıma möhtac olan insanlardan paylaşacağam. Siz də ürəyinizdən gələn yardımı onlar üçün edə bilərsiniz və düşünürəm ki, yardımın böyüyü, kiçiyi olmur. Əgər siz həqiqətən də təmiz niyyətlə, ürəklə yardım etmək istəmirsinizsə, nə xoş, həqiqətən də sizin üçün nə xoş. Yardımın böyüyü, kiçiyi olmur. Bu həyatda hər kəsin gücü çatacaq bir yaxşılıq var.